Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi tibbi qiymətləndirmə mərkəzində aparılır. Proses çağırışçıların 4 kateqoriya üzrə müayinəsini özündə birləşdirir. Hərbi xidmətdən 3 ilədək möhlət hüququ olanlar müddət başa çatdıqdan sonra mərkəzə çağırılacaq. İyulun 1-dən həqiqi hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi qiymətləndirmə mərkəzində aparılır. Mərkəzdə həkim mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların sıradankalar həqiqi hərbi xidmətə yararlılıq haqqında B kateqoriyası, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında C kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında C kateqoriyası, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında D kateqoriyası üzrə yekun tibbi müayinəsi həyata keçirilir. Həmin şəxslərin məlumatları elektron müstəvidə tərəfimizdən əldə olunduqdan sonra dərhal vətəndaş qəbul al sistemi üzərindən şəxslərə nömrə verilir və gün təyin edilir. Həmin şəxslər həmin o gün və növbəni əldə etdikdən sonra dərhal agentliyin müəyyən etdiyi tibbi qiymətləndirmə mərkəzinə yaxınlaşırlar və gün ərzində də dərhal operativ şəkildə yoxlamadan keçirilir, yekun tibbi müayinəsi aparılır və onlar barədə qərarlar qəbul olunur. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinə nəticələri əsasında yekun qərarlardan birini qəbul edir. Yəni yararsızlıq səbəbi eyni fərqli kateqoriya üzrə təsdiqlənir və ya yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır. Çağırışçıya müvafiq olaraq ona təyin olunan diaqnoz üzrə müraciəti olunur. Növbə əsasında xəstəliyinə uyğun olaraq qəbul həkiminə qəbul təyin edilir. Qəbul zamanı müvafiq xəstəlik üzrə həkim tərəfindən müayinələr aparılır. Agentliyimizin tibbi qiymətləndirmə mərkəzi hal-hazırda bütün müasir avadanlıqlarla təchiz edilmişdir. Bütün ixtisaslar üzrə həkim müayinələri hal-hazırda tərəfimizdən icra olunur. Qeyd edək ki, hazırda 3 ilədək möhlət hüququ olan, hərbi xidməti yararsız və yaxud məhdud yararlı olan şəxslərin tibbi qiymətləndirmə mərkəzinə çağırılması bu müddət başa çatdıqdan sonra həyata keçiriləcək. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli bölmələrinin tibbi komissiyalarında barəsində hərbi xidmətə yararsız və yaxud məhdud yararlı kateqoriyaları üzrə hər hansı bir qərar qəbul edilən şəxslərin yekun tibbi şəhadətləndirməsi tibbi qiymətləndirmə mərkəzində aparılacaq. Rüstəm Mikayılzadə, Anar Ağazadə, İTV Xəbər.